Mən Məmmədov Vasıflı ilk əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Su Təsərrüfatı Nazirliyinin Kürdəmir rayonlararası suvarma idarəsində mirab vəzifəsinə başlamışım. Bir müddətdən sonra şöbə müdiri işləmişəm. Orada şöbə müdirini işləyəndən sonra məni rayon komsomol komitəsinə təlimatçı vəzifəsinə gətiriblər. Rayon komsomol komitəsində də bir müddət işləyəndən sonra məni rayon partiya komitəsinə təlimatçı vəzifəsinə köçürüblər. Orada da bir müddət işləyəndən sonra məni Ali Partiya məktəbinə oxumağa göndəriblər. Oranı da bitirdikdən sonra yenə Kürdəmir rayon partiya komitəsinə gəlib təlimatçı vəzifəsində işləmişəm. 1970-ci ildən Azərbaycan Respublikasının Tədarik Nazirliyinin Kürdəmir rayonu üzrə kənd təsərrüfatı məhsullarının satın alınması və keyfiyyəti üzrə baş dövlət vəkilinin baş müvəkkili vəzifəsində işləmişəm. 10 il həmin vəzifədə işləmişəm. 1980-ci ilin aprel ayından isə rayon partiya komitəsinin qərarı ilə mən Kürdəmir rayonu Moskva kolxozunun idarə heyətinin sədri vəzifəsinə seçilmişəm. 86-cı ilə kimi həmin təsərrüfatda işləmişəm. İşlədiyim dövrdə birinci məqsədim kolxozun iqtisadi vəziyyətini yüksəltmək olub. Yəni, kolxozun maliyyə vəziyyətini düzəltmək olub. Qarşıma qoyduğum vəzifədə nail olmuşam. Hər il kolxozçulara əlavə əmək haqqı verilməsi ilə yekununa görə bunu təmin olunubdur. Taxıl məhsulu istənilən qədər cəmaata əmək haqqı verilibdir, bölünübdür. İşlədiyim dövrdə əmək fəaliyyətli kolxozçularımızdan 2 nəfər, bir nəfər SSR Ali Sovetinin deputatı, bir nəfər də Azərbaycan Ali Sovetinin deputatı seçilirlər.